Avrasiya, xüsusilə yerləşdiyimiz bölgə təlatümlərlə dolu mərhələdən keçir. Rusiya-Ukrayna münaqişəsi səngiməmiş, Amerika Birləşmiş Ştatları, İsrail, İran toqquşması tamamilə yeni, arzu olunmaz vəziyyət yaratdı. Və bu toqquşmalar təkcə iştirakçılar üçün yox, bütün dünya üçün təsirli nəticələrə gətirib çıxardı. Enerji qiymətlərindəki katastrofik artımdan tutmuş, nəqliyyat tranzit məsələlərindəki təbəddülatlar və hərbi təhdidlərə qədər. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Nasılsınız? Hoş geldiniz. Azərbaycandan biz. Azərbaycan televizyonundan. Bu eski cami mi? Yakın bilgiyi verecek olanı. Hoş gördük. Cami imamı. Cami imamı. Evet. Nasılsınız? Teşekkürler. Tekrar hoş geldiniz. Sağ olun. Hoş geldiniz. Bu eski cami değil ama. Ya da tarihi dediler. Sadece benzetme. Suni. Var mı burada eski camiler? Selik'te var. Kürük mahalli camimiz. Tarihi bir cami. Kurort şəhəri Antalya indi həm də siyasətçiləri qəbul edir 5 ildir artıq diplomatiya forumu keçirir. Evet elhamdülillah. Sağ olsun. İzləyirsiniz forumu, yəqin müzakirələri adətən. Yani Belek'te böyle bir programın yapılması Belek'in tanıtım açısından, Türkiye'nin tanıtım açısından büyük bir kazanç. Biz de onları ağırlamaktan, misafir etmekten gurur duyuyoruz, onur duyuyoruz. Baxmayaraq ki, Antalya üçün hələlik turizm mövsümü başlamayıb, amma ara sıra turistlərə rast gəlmək mümkündür. Hoş gördük. Hansı ölkədənsiniz? Dominikan Respublikasından gəlmişik. Dominikan, yes. Biz Azərbaycandanıq, Azərbaycan televiziyasından. Azərbaycan Television. Are you tourist? Turistsiz? Do you like Antalya xoşunuza gəldi? Antalya? Bəli, hər şey çox xoşumuza gəlir. Otel, personal, abidələr. Biz hər il bura gəlirik. Do you hear? Bəs Azərbaycan haqqında eşitmisiniz? Bəli, eşitmişik. Azərbaycan, Bakı, Xəzər dənizi, lakin heç vaxt Azərbaycanda olmamışıq. Azərbaycanda iqlimin necə olduğunu bilmirəm. Sizi Bakıda gözləyəcəyik. Yaxşı, gələrik. Azərbaycan liderinin Münxen Təhlükəsizlik Konfransı, Davos Dünya İqtisadi Forumu, Antalya Diplomatik Forumu kimi platformalara ardıcıl olaraq dəvət edilməsi təsadüfi deyil. Azərbaycanın münaqişələri həll etmək, sülh yaratmaq təcrübəsi var. Biz bunun Cənubi Qafqazda praktik nümunəsinin şahidiyik. 30 il döyüşən iki ölkə Azərbaycanın təşəbbüsləri, sülh təşəbbüsləri nəticəsində sülh şəraitində yaşamağa başlayır və bu Azərbaycanın reseptinin nəticəsidir. Şübhəsiz, bu təcrübə bütün dünya üçün maraqlıdır. Biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir. Biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. Tədbir məkanında artıq qələbəlik hiss olunur. Serik Bələdiyyəsi Türkiyə dövlət başçısını belə salamlayıb. Sayın Cumhurbaşqanımız, Serikimizə xoş gəldiniz. Media nümayəndələri xüsusi ayrılmış masalardan öz bəziklərini götürməlidirlər.
Təbii ki, bu cür ali səviyyəli tədbir belə ciddi təhlükəsizlik tədbirlərini də tələb eləyir. Həmkarlarımız da son hazırlıqları görməkdədirlər. ...150-dən artıq ölkədən, 20-dən çox dövlət və hökumət başçısı, ümumilikdə 500-ədək qonaq. Bunlar sadəcə statistika deyil, diplomatiyanın ürəyinin Antalyada vurduğunu göstərən rəqəmlərdir. Forum həm də müxtəlif xalqların öz mədəniyyətlərini təqdim etməsi baxımından yaxşı fürsət yaradır. Məsələn, Afrika Kültür Evi bu baxımdan maraqlıdır. Biz Afrika Mədəniyyət Evindəyik. Afrika Mədəniyyət Evi 1-ci xanım Əminə Ərdoğan tərəfindən yaradılmış böyük bir layihədir. Gördüyünüz kimi bütün məhsullar Afrikadan gətirilir. Layihənin əsas məqsədi Afrikalı qadınlara kömək eləmək, onların əl işlərinin tanıdılması, Afrikanın mədəni irsini qorumaqdır. Lokum. Aynen. Bildiğimiz lokum. Evet. Bildiğimiz lokum, aynen. Hemşire kimin dadlı? İyidir. Güzel mi? Güzel. Forumun plenar iclası isə bu zalda baş tutacaq. Görək, girişə icazə verirlər. Baxa bilmərik mi? Hayır, daha sonra. Daha sonra. Bəzən təbii ki, belə də olur. Forum qlobal və regional siyasətdə artan sonsuz sayda qeyri-müəyyənliklər fonunda baş tuturdu. Təsadüfi deyil ki, onun əsas sloqanı bu cür səslənirdi. Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə. Forum beynəlxalq münasibətlərdə dialoq və əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Hazırda enerji sektorunda super güc olmaq uğrunda mübarizə gedir. Azərbaycan bir çox ölkələrin enerji ehtiyaclarını təmin edən ölkədir. İndiki dünyada enerjinin yenidən bölüşdürülməsinə nəzarət olmasa, normal yaşamaq mümkün deyil. Ona görə də enerjiyə ehtiyacı olan və buna malik olmayan heç bir dövlət enerjinin bölüşdürülməsi və istehsalı barədə müzakirələr prosesindən kənarda qalmamalıdır. Bu, həm də sabitliyin əsas təməllərindən biridir. Antalya Diplomatik Forum bilirsiniz ki, ənənəvi olaraq ölkəmiz ilk forum təşkil olunan ildən bütün forumlarda istisnasız Azərbaycan nümayəndə heyəti hər zaman çox böyük heyət və çox fəal şəkildə Antalya Diplomatik Forumda iştirak edir. Bu il foruma Cənab Prezidentin şəxsi iştiraki və Azərbaycan heyətinin rəhbəri olaraq özünün Antalya'ya gəlməsi təbii ki, bunun önəmini daha da artırır. Bizim üçün belə forumlarda iştirak etmək, o cümlədən çoxsaylı xarici tərəfdaşlarla qısa müddət ərzində müxtəlif görüşlərin keçirilməsi və hər bir tərəflə o mövzulara aid olaraq müzakirələrin keçirilməsi üçün çox uyğun bir platformadır, uğurlu bir platformadır. Yəni hər görüş təbii ki, burada mesajlar həmin o gündəlikdən asılıdır. Demək olar ki, bütün tərəfdaşlarla zəngin gündəliyimiz var.
Azərbaycanın hal-hazırda regionda qurduğu, inkişaf etdirdiyi regional bağlantılar. Bu istər dəmir yol bağlantıları olsun, yol nəqliyyat infrastrukturu olsun, həmçinin də bugün fəaliyyət göstərən Bakı-Tbilisi-Kars nəqliyyat konsepsiyasına uyğun olaraq davamı olaraq da Zəngəzur dəhlizi konsepsiyasının inkişaf etdirilməsi də regionda yeni imkanlar vəd edir. Yəni biz bu sahəni daha da genişləndirə bilərik. Hesab edirik ki, Azərbaycanın təcrübəsində regionda qurulan bu əməkdaşlıq modeli eyni ilə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın qurduğu çox sıx əməkdaşlıq və qardaşlıq prinsipi əsasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tam hüquqlu üzv kimi qəbul edilməsi bir daha da Azərbaycanın regional mənsubluq, regional liderlik və regional mənsubiyyət prinsipinə nə dərəcədə sadiq olduğunun növbəti bir bariz nümunəsidir, göstəricisidir. Dünyada indi müşahidə etdiyimiz qütbləşməni nəzərə alaraq bu kimi forumların keçirilməsi çox önəmlidir. Beynəlxalq birlik bir araya toplanır. Həll edilməli bir çox çağırışlar mövcuddur. Yaxın Şərqdə müharibə. Mən elə indicə Sudandan qayıtmışam. Bu müharibəni də dayandırmaq lazımdır. Mənim mesajım isə qlobal acılıqla bağlı olacaq. Yanacaq qiymətlərinin artması, gübrə məhsullarının olmamasına görə biz qlobal acılıq böhranını müşahidə edirik. Bu anda beynəlxalq liderlərin bir araya toplaşması olduqca vacibdir. Bu forum gözəl forumdur. Görüşmək və əməkdaşlıq üçün yaxşı platformadır. Somali olaraq biz beynəlxalq birlikdən olan bir çox dostlarımızla, o cümlədən Türkiyədən olan qardaşlarımızla görüşə bilmişik. Antalya Diplomatiya Forumu artıq bir ənənəyə çevrilir. Xüsusilə indi regionda. Dünyada vəziyyətin qeyri-sabit olduğunu nəzərə alaraq bu kimi forumların keçirilməsi yalnız sülh və sabitliyə dəstək ola bilər. Əlbəttə ki, Azərbaycan Türk Dilli Dövlətlər Təşkilatının təsisçi üzvüdür və o regionda təhlükəsizliyin gücləndirilməsində əhəmiyyətli rol oynayır və Prezident İlham Əliyevin bu forumda iştirakı onun bu məsələyə nə qədər önəm verdiyini nümayiş etdirir. Biz üçüncü dəfədir ki, Antalya Diplomatiya Forumunda iştirak edirik. Burada çoxlu liderlər toplaşıb. Forum Prezident Ərdoğan tərəfindən keçirilir. Bizim üçün bu forum beyin mərkəzləri, analitiklər və siyasi liderlərlə ünsiyyət qurmaq üçün yaxşı fürsətdir. Bu forum əhəmiyyətli forumdur, çünki diplomatiya sahəsində keçirilən əsas tədbirlərdən biridir. Lakin məni xüsusilə iqlim məsələsi maraqlandırır. Çünki bildiyiniz kimi mən Paris Razılaşmasının müəllifiyəm. Buna görə də mən noyabrda keçiriləcək COP-un hazırlanmasına xüsusi diqqət yetirəcəm. Hesab edirəm ki, burada müxtəlif liderlər vasitəsilə noyabrda keçiriləcək COP-un uğurlu olması üçün yaxşı bir başlanğıc nöqtəsi ola bilər. Antalya Diplomatiya Forumunun plenar iclasının başlamasına sadəcə dəqiqələr qalır. Hazırda zalda ən son hazırlıq işləri görülür. Here, words replace walls. Mapping tomorrow, managing uncertainties. Daha adil bir dünya mümkün.
uluslararası sistemdeki ağır tahribat ve sürekli artan tırmanma, bölgemizin yakın tarihinin en ciddi sinemalarından biriyle tüm dünya için hayırlara vesile olmasını temenni ediyorum. Prezident İlham Əliyevin Antalya diplomatiya forumunda iştirakı həm də ikitərəfli görüşlərlə əlamətdar idi. Türkiyə, Suriya, Moldova və Şimali Kipr liderləri ilə müzakirələrdə sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığın möhkəmləndirilməsi, enerji, nəqliyyat və sair istiqamətlər üzrə əlaqələr diqqət mərkəzində idi. Azərbaycan Prezidentinin Antalya Diplomatiya Forumunda iştirakı proqramı Azərbaycanın sülh yaratma təcrübəsinə beynəlxalq marağı ifadə edir. Azərbaycan bu təcrübəni böyük həvəslə bölüşür. Çünki biz yalnız hüdudlarımız daxilində yox, ondan çox uzaqlarda, bütün dünyada sülh arzusundayıq. Dəyişən hava, hətta Leysan da planları dəyişdirmir. Prezident İlham Əliyevin az sonra Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşü başlayacaq. Prezident İlham Əliyevin növbəti görüşü Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla olacaq. Azərbaycan və Türkiyə liderləri arasında görüş davam edir. Avtomobillər hələlik gözləməlidir. Liderlər arasında görüş hazırda bu binada. Qarşısında dayandığım pəncərəsini gördüyünüz otaqda davam edir. Azərbaycan və Türkiyə arasında müzakirə gündəliyi olduqca genişdir və təsadüfi deyil ki, liderlər hər fürsətdəcə görüşüb bu məsələləri müzakirə edirlər. Azərbaycan və Türkiyə liderlərinin təxminən yarım saata qədər davam edən görüşü sona çatdı. Böyük ehtimalla prezidentlər eyni avtomobili istifadə edəcəklər. Bəli. Antalya forumunda diplomatlar bir-biri ilə, sürücümüz isə hər tədbir yerindən digərinə yol alarkən musiqi seçimi ilə bizim ovqatımızla sinerji qururdu. Bakı və Riga arasında siyasi dialoq yüksək səviyyədədir. İndi tərəflər bu dialoqu əməkdaşlığın müxtəlif komponentləri ilə zənginləşdirməkdə maraqlıdırlar. Bunun üçün həm potensial var, həm siyasi iradə, həm də yeni fürsətlər. Latviya prezidentinin rəsmi qarşılanma mərasiminə dəqiqələr qalır. Hazırda
çəkiliş qrupu çəkiliş meydanına çıxmaq üçün son hazırlıqları görür. Jurnalistlər də media mərkəzində gözləməkdədirlər. Qaravul, farağa! Rəsmi qarşılanma mərasimindən sonra hazırda bu bağlı qapılar arxasında Azərbaycan və Latviya prezidentlərinin ikitərəfli görüşü davam edir. Bir qədər sonra isə tərəflər müzakirələri geniş tərkibdə görüşlə davam etdirəcəklər. Həmin görüş isə burada baş tutacaq. İkitərəfli və geniş tərkibdə görüşlər davam edərkən Latviya prezidentinin sərəncamında olan avtomobil gözləməkdədir. Jurnalistlər o qədər də tələsmirlər, çünki geniş tərkibdə görüş hələ yenicə başlayıb. Yerlərimizi tutmaq üçün kifayət qədər vaxtımız var. Sənədlər isə mübadilə üçün hazırdırlar. Latviyalı həmkarımız artıq fotoları montaj edərək öz redaksiyasına göndərir. Budur, nümayəndə heyətləri görünür. Bu o deməkdir ki, geniş tərkibli görüş sonrası. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. 9 il əvvəl ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Elə bunun əsasında biz tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq. Hesab edirəm ki, sizin də çox diplomatik şəkildə ifadə etdiyiniz qiymətləndirmənizlə tam razıyam ki, aramızdakı ticarət dövriyyəsi çox mülayimdir və artırılmalıdır. İnanıram ki, müdafiə sənayesi, nəqliyyat, əczaçılıq sahələrində çoxlu imkanlar var və biz təcrübələrimizin necə paylaşılması ilə bağlı bəzi praktiki yolları müzakirə etdik. Share our experiences. Hazırda biz növbəti tədbir yerinə tələsirik. Latviya prezidentinin səfəri çərçivəsində liderlərin iştirakı ilə biznes forumun keçirilməsi nəzərdə tutulur. Az sonra prezidentlər məhz bu tribunadan
iş adamlarını əməkdaşlığa, sərmayə qoyuluşuna və imkanları realizə etməyə çağıracaqlar. Biznes forumun gedişi yalnız lentə alınmayacaq, həm də birbaşa rejimdə götürüləcək. Latviya prezidentini bu səfərdə həm də biznes dairələrinin nümayəndələri müşayiət eləyir. Bir qədər sonra biznes forum işinə başlayacaq. Bu qədər geniş nümayəndə heyəti ilə, yəni iş adamları ilə səfərə gəlməsi Latviya prezidentinin, Latviyanın həm də sərmayə qoyuluşu, biznes sahəsində, iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanla əməkdaşlığa marağını təsdiq edir. Düşünürəm ki, bizim bugünkü görüşümüz və onun nəticələri gələcəkdə hər iki ölkə arasında telekommunikasiya və rəqəmsal sahədə əlaqələrin, əməkdaşlığın daha da möhkəmlənməsinə şərait yaratmış olacaqdır. Latviya ilə Azərbaycan arasında əməkdaşlıq hökumətlər səviyyəsindən biznesə qədər uzanır. Həmçinin iki ölkə arasındakı əlaqə beynəlxalq ticarət səviyyəsində ildən ilə artan göstəricilər üzrə inkişaf edir. Səfər ümumilikdə bizim tərəfimizdən yüksək qiymətləndirildi. Azərbaycanın tərəfindən göstərilən səmimi qarşılanmadan böyük qürur duyduq. Biznes forumunun təşkili həqiqətən çox yüksək səviyyədə idi. Biznes əlaqələri çərçivəsində də möhkəm dostluqların formalaşacağına inanırıq. Forumda iştirakımızın məqsədi ondan ibarətdir ki, Latviya iş adamlarına ələt azad zonasında məlumat verək, ələt azad zonasının üstünləri haqqında söhbət eləyək, onlara tədqiq eləyək və təbii ki, onları ələt azad zonasında öz bizneslərini qurmaq üçün şəraitə uyğun olaraq bizneslərini qursunlar. Forumdan gözləntilərim tərəfdaşlarla görüşmək və əməkdaşlıqları genişləndirməkdir. Artıq gələcək əlaqələr, bəzi qarşılıqlı səfər mübadilələri barədə razılığa gəlmişik, dostluq münasibətləri qurmuşuq. Lisebo Universitetinin Azərbaycanda kifayət qədər tanındığını da öyrəndim. Burada həm tələbələrlə, həm doktorantlarla, həm də potensial doktorantlarla tanış oldum. Mən də bu forumun iştirakçısı kimi təhsil sahəsində Latviya universitetləri ilə çox maraqlı dialoqlar apardım və bu dialoqların arasında təbii ki, qarşılıqlı tələbə mübadiləsi və ümumiyyətcə Latviyadakı universitetlərin həm dizayn, memarlıq, kreativ sənayinin yenilikləri haqqında fikir mübadiləsi apardım. Azərbaycanın ümumiyyətlə iqlim şəraiti, torpaq münbitliyi və aqrar sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq Azərbaycanda kifayət qədər keyfiyyətli və ixraca yararlı bir nar və nardan hazırlanan məhsullar istehsal edilir və ümumiyyətlə Latviya Baltik regionunun əsas strateji bazarı hesab edildiyi üçün biz də bu bazara çıxış imkanlarını forum vasitəsilə müzakirə edirik. Biznes forumda prezidentlərin iştirakı iş adamlarını təşviq edəcək. Bu, əməkdaşlığa siyasi dəstəyi ifadə edir. Son 20 il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub. Planlarımıza gəlincə, biz Azərbaycanda və həmçinin xaricdə əsasən qonşu ölkələrdəki və Avropa İttifaqı zonasındakı enerji aktivlərinə investisiya qoymağa davam edirik
Bu Avropa Komissiyası tərəfindən də dəstəklənir. Avropa Komissiyası ilə bir neçə əməkdaşlıq formatımız var ki, onlardan biri də enerji əməkdaşlığıdır. Tarixə nəzər salsaq, görərik ki, Bakı neft hasil edən şəhərə çevrilən zaman 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində bir çox Latviyalılar artıq burada mühəndis, müəllim olaraq iş taparaq işləyiblər və bizim həm iqtisadi, həm də mədəni bağlantımız düşündüyümüzdən daha da böyük və daha da genişdir. Hesab edirəm ki, təlatümlərin baş verdiyi bir vaxtda mən Avropada və Yaxın Şərqdə baş verən hadisələri, bütün geosiyasi çağırışları nəzərdə tuturam. Biz yaxşı və etibar etdiyimiz tərəfdaşlarımızla yeni əməkdaşlıq yollarını tapmağa çalışırıq. Azərbaycan həmişə Latviya üçün Cənubi Qafqazda və əslində daha geniş regionda əsas ticarət tərəfdaşı olub. Ticarət tərəfdaşıdır və ticarət tərəfdaşı olmağa davam edəcəkdir.